Salam hörmətli izləyicilər. Bu gün mən sizə 11-ci sinif üçün olan 20 sınaq toplusunun 3-cü sınaq imtahanının qrammatika suallarını izah edirəm. Birinci sualımıza baxaq. Nöqtələrin yerinə hansı söz əlavə olunsa, altına xətt çəkilmiş söz hökmən cəm şəkilçisi qəbul etməlidir. Aldığımız məlumat tapşırığın yerinə yetirilməsini asanlaşdırdı. İlk öncə birinciyə baxaq. Həmin əvəzlikdir və əvəzlikdən sonra ismin cəmdə gəlməsi deyə bir anlayış yoxdur. İkinci sözümüz bir çoxdur. Ümumiyyətlə qeyri-müəyyən saylardan biz bilirik ki, bir sıra və bir çoxdan sonra isim gələrsə, isim mütləq cəmdə gəlməlidir. Ona görə də 2 ilə burada altını avtomatik götürürük. Birinin üstünə xətt çəkirik və bir də yadımızda saxlamalıyıq ki, eyni sifətin təkrarından sonra gələn isim mütləq cəmdə olmalıdır. Məsələn, şirin alma yox, almalar olmalıdır. Ona görə də burada da yeni sifətdir. Eyni sifətin təkrarından yaranmışdır. Ona görə də ondan sonra gələn isim mütləq şəkildə cəm şəkilçisi qəbul etməlidir. Cavabımız 2, 3, 6-dır. Qeyri-müəyyən təsirli halda olan isim hansı cümlədədir? Uşaqlar, A variantına fikir versək, ümumiyyətlə fikri hələ də dostunun yanında idi. Bu cümlədə yəni qeyri-müəyyən təsirli hal yoxdur. Ümumiyyətlə fikri sözü belə, onun fikri mənsubiyyətdir. Ümumiyyətlə məndən o təsirli olsa belə götürməzdim, çünki məndən qeyri-müəyyən istəyir. Bilirik ki, el gücü sel gücüdür. Burada qeyri-müəyyən yiyəlik hal işlənib. Elin gücü, selin gücü. Amma məndən qeyri-müəyyən təsirli istəyir. Sinif rəhbəri buradaydı. Sinifin rəhbəri qeyri-müəyyən yiyəlik. Dağın yamacında da lalə yığırdılar. Yığırdılar nəyi? Ümumiyyətlə uşaqlar qeyri-müəyyən təsirli hal feilin yanında gizlənir və orada biz feilə sual verməklə, əgər feil təsirli halın sualını istəyirsə, onun qarşısındakı söz də bilir ki, qeyri-müəyyən təsir. Yəni laləni yığırdılar. Nəyi yığırdılar? Laləni yığırdılar. Növbəti sualımıza keçək. Alı kişi İlxısını hər səhər dəniz sahisinə aparardı. Cümləsində toplu isim, söhbət toplu isim deyəndə burada ilxıs sözündən gedirdi söhbət. Daha doğrusu söhbət gedirdi dedim. İlxıs sözün və burada bizdən səhv fikir istəyir. Qurluca sadədir, bu doğru fikirdir. Məndən doğru yox, yanlış istəyir. Hal şəkilçisi qəbul edir. Bəli. İlxıs sözünü buraya yazaq. İlxısını. İlxıs sözün köküdür. S mənsubiyyətdir, n da təsirli haldır. Amma məndən hal şəkilçisi qəbul edib. Bu da doğrudur, təsirli haldadır. Tərkibində mənsubiyyət var, öncədən qeyd etmişdim. Cəmdədir, bu qalsın. Tərkibində 2 qrammatik şəkilçi var, onu da göstərdik. Çünki birbaşa cavabı demək istəmədim. Cəmdədir uşaqlar. Cəm olması üçün larlər olmalıdır. Hanı burada larlər? Larlər yoxdur. İçində məzmunca cəmlik var. Formaca cəmlik yoxdur. Formaca cəm uşaqlar var, məzmunca cəm var, formaca cəm. Formaca cəm şəkilçisi o demək ki, yəni orada lar olmalıdır. Məzmunca isə məzmun, yəni toplu isimlərdən gedir. Burada isə cəmlik, yəni məzmunca cəmdədir, ancaq formaca lar şəkilçisi yoxdur deyə cəmdə hesab edilmir. Hansı cümlədə çoxaltma dərəcəsi olan sifət işlənmişdir? Məsəl üçün ən çox uşaqların götürdüyü variant B variantıdır, amma bu doğru fikir deyil. Niyə deyil? Çünki biz ümumiyyətlə müəllimlər sizə keçəndə sifətin dərəcəsini keçiririk, zərfin dərəcəsini keçmirəm. Məsələn, burada görünürdü necə yaxşı, zərfdə burada lap zərfə aiddir. Yəni bizdən isə sifət işlənsin və çoxaltma dərəcəsində olsun deyir. Sən birinci sifəti tapmalısan, daha sonra dərəcəni tapmalısan. Məsəl üçün C variantında ümumiyyətlə sifət yoxdur, getdi. D variantında məsələn ən çox səhv götürürlər mənim tünd çay. Xeyr. Təbii ki, mənim şagirdim götürə bilməz. Məsəl üçün deyirəm. Çay isimdir və ismin dərəcəsi keçməyib. Sadəcə burada tünd sifətdir. Yəni çoxaltma deyil. Dadlı xörəklər adi dərəcədədir. Bu da getdi. Cavab olacaq maraqlı idi. Necə idi? Burada olduqca maraqlı artıq onu çoxaltma dərəcəsində olduğunu göstərir. Keçək 5-ci suala. 5-ci sualda biraz görsənməsə də mən sizə deyəcəm. Cədvələ əsasən doğru fikirləri müəyyən eləyin. Xeyli adamlar ifadəsində qüsur yoxdur, xeyli adam olmalı idi. Ona görə də bir getdi. Daha sonra isə deyir ki, o dünən tələsə evə gəldi. Cümləsində vergül işarəsinin qoyulmaması qaydaya uyğundur. Bu yanlış fikirdir və yanlışı da yanlış yazıblar. Niyə yanlışdır? Çünki o dünən, o orada şəxs əvəzli idi və özündən sonra zərf gəlib və əvəzlikdən o şəxs əvəzli idisə artıq ondan sonra zərf gələrsə vergül qoyulmalıdır və lakin qoyulmayıbdır və yanlış yazdığına görə götürəcəyik. Daha sonra isə xalqın azadlığı mübarizəsində ifadəsinin birinci isim cəmlənə bilər. Bəli, xalqlar cəmlənə bilər. Burada ümumiyyətlə bizim 2 toplu isimimiz cəmlənmir. O da əhali və cəmaət sözüdür. Bir də ictimaiyyət sözüdür ki, yəni cəmlənmir. Mən neçə məqalə, sən neçə məqalə oxudun? Burada cümləsində bir əvəzlik var. Xeyr, 2 əvəzlik, sən və neçə şəxs əvəzliyi və neçə sual əvəzliyi, 4 yanlış fikirdə götürmürəm. Deyir, evi təmizləməyi unutmuşdu cümləsində mənsubiyyət şəkilçisi yoxdur. Ümumiyyətlə evidə inin mənsubiyyət və yoxsa təsirli olduğunu bilmək üçün onun və yaxud da öz artırın. Onun evi təmizlənməyi unutmuşdu deyə bilmirik. Deyə bilmiriksə deməli bu təsirlikdir. Çünki qarşısına yiyəlik halı söz artıra bilmədim. Deyir, mənsubiyyət şəkilçisi yoxdur və yoxdur, doğru da yazıblar. Bəli, yoxdur, 5-i də götürəcəyik. Çünki doğru fikirlər istəyir. Tapşırığı çətin idi, təsirli hal şəkilçisi yoxdur. Baxın uşaqlar, deyir ki, onun tapşırığı çətin idi. Təsirli hal şəkilçisi yoxdur, düzdür də, yəni mənsubiyyətdir burada. Amma qabağına yanlış yazıblar, qarşısına. Ona görə də altını götürməyəcəyik. Hansı cümlədə sifət isimləşir? Yaxşılıq hər kəsi sevindirir. Ümumiyyətlə, burada sifət yoxdur. A getdi, yaxşılıq isimdir. Yaxşı sözü sifətdir, yaxşılıq sözü isimdir. İsti axırıncı il bizi əldən saldı. Nə bizi əldən saldı? İsti. İsti bilirik ki, əlamətdir. Yəni isti, yəni sifətdir. İsti məsəl üçün hava, necə hava? Əslində belə olmalıdır. İsti hava axırıncı il bizi əldən saldı. Lakin uşaqlar
yanındakı ismi getdiyinə görə, yəni isim olmadığından o isimləşibdir. Cavabımız elə B variantıdır. Yaman günün ömrü az olur. Burada yaman sifət də elə sifət mövqeyində də işlənib. Necə günün? Oxuyanlar ümumiyyətlə fe'li sifətdir. Bizə həmişə burada ümumiyyətlə sifət yoxdur. Fe'li sifət var, amma sifət yoxdur. Bura mənim üçün yaxşıdır. Yaxşıdır sözü sifətdir, amma isimləşməyib. Necədir? Çünki öz sualına cavab verir, ismin sualına yox. Həm hal, həm mənsubiyyət şəkilçisi qəbul etmiş saylar hansı cümlədədir? Belə suallarda birinci olaraq sayı tapın. Daha sonra isə onun üzərindəki şəkilçilərə baxarıq. Mərtəbənin üçüncüsündə sıra sayı işlənibdir. Artıq yorulduğunu bildirilirdi. Üçüncüsündə sözün kökü üçüncü leksik, yəni sıra sayıdır və s mənsubiyyət, da haldır, n bitişdiricidir orada. Biri götürəcəyik, çünki bizdən həm hal, həm mənsubiyyət istəyir. Mən indiyə qədər sualların 5də 2-sini bir dəqiqə 5də 2-sini yoxlamışam. Uşaqlar, bura fikir versəz 5də 2-sini təbii ki, kəsr sayıdır, s mənsubiyyətdir, ni də ismin təsirli haldır və onu da götürəcəyik. Sonra deyir 6-cısı tapılanda artıq gec idi. Burada 6 sözün kökü də təbii ki, ıncı sıra sayının şəkilçisidir, s isə mənsubiyyətdir. Amma məndən həm mənsubiyyət, həm al istədiyinə görə bu da getdi. Sən neçəncisini axtarırdın? Burada ümumiyyətlə sayın sualı var. Sayın sualı isə uşaqlar əvəzlikdir, sual əvəzlikdir. Say deyil, 4 ona görə getdi. Mən uşaqların 5-ini həyətdə gördüm. Sözün kökü 5. Uşaqların 5-i. İ mənsubiyyət, ni də təsirli haldır. 5-i də götürəcəyik. Cavabımız oldu 1, 2, 5. Sonra keçək 8-ci suala. Hansı cümlədə sözlə yazılmışsa, rəqəmlə yazılsa, tərkibindəki şəkilçilərdən biri yazılmayacaq. Uşaqlar, bura diqqətlə fikir verək. Çətin sual deyil. Bilirik ki, saylarda mənsubiyyət şəkilçisi ilə yanaşı digər qrammatik şəkilçilər işlənəndə, əgər biz həmin sözü hərflə, rəqəmlə yazırıqsa, bu zaman mənsubiyyəti qeyd etməyəcəyik. Yəni mənsubiyyət deyir ki, saya artırılan mənsubiyyət deyir ki, əgər yanımda digər qrammatik şəkilçilər varsa, məni də rəqəmlə ifadə edirsənsə, onda məni yazma. Gəlin birinci suala baxaq, birinci cümləmizə baxaq. Deyir ki, Əli olimpiyadada yenə birinci oldu. Birinci sözü belə yazılır və şəkilçi yazılır. Ona görə də 1 getdi. Biz ayın 6-sını yazanda belə yazacağıq. Niyə belə yazacağıq? Çünki mənsubiyyət deyir ki, mənim yanımda digər qrammatik şəkilçilər varsa, məni qeyd etmə. Aha, 2-ni götürəcəyik, çünki deyir ki, yazılmayacaq. Gələn turistlərin sayı 60-ı keçmişdi. 60-ı burada təkcə mənsubiyyət işlənib, ona görə də yaza bilərik. 60-ı, yəni yazılır. Şagirdlərin üçündə, uşaqlar üçündə belə yazılır. Bir dəqiqə bura qeyd edeyim. Üçündə yenə mənsubiyyət qeyd edilməyəcək. Çünki mənsubiyyət özü deyir ki, yəni mən əgər sayı artırılmışamsa, mən varamsa təkcə məni yaz. Amma digər qrammatik şəkilçilər varsa məni yazma. 4-ü də götürəcəyik. Bir dəqiqə. Aha, buradan 4-ü də götürəcəyik. 8-cilər uşaqlar, 8-cilər hamısı yazılacaq. Bəzən uşaqlar deyir ki, müəllimə, niyə yazırıq? Çünki niyə götürmürük? Məsələn, sıra sayının bir qismi yazılır. Xeyr, elə deyil. Sıra sayının yəni bir yazılır da, yəni ki, orada artıq bizə sıra sayının var olduğunu başa salır, yəni göstərir. Keçək 9-cu suala. Tünd qara hərflərlə verilmiş sözlər əsasında uyğunluğu müəyyən eləyin. Adlı halda, yiyəlik halda, təsirli halda. Aha, biz uyğunlaşdırma aparacağıq və orada hansı hal olduğunu yəni müəyyənləşdirib qarşısına yazacağıq. Vətən eşqi onun ürəyində idi. Vətənin eşqi, yiyəlik hal, qeyri-müəyyən, yiyəlik haldır. Bunu götürəcəyik bura. Daha sonra uşaq həyatda oyuncaq tapdı. Oyuncaq tapdı. Nəyi? Qeyri-müəyyən təsirli haldır. B-ni götürəcəyik bura, bir dəqiqə, yaxşı yazım. Sonra bura Qarabağ torpağıdır. Qarabağın torpağıdır. Yenə yiyəlik haldır. Qeyri-müəyyən yiyəlikdir. Daha sonra isə baxaq. Bir dəqiqə. Bura Qarabağ torpağıdır. Dünyada ən böyük göl Xəzər dənizidir. Yenə də yiyəlik haldır burada. Bir dəqiqə. Xəzərin dənizi yiyəlik haldır. Daha sonra fikrin mənə aydın olmalı. Sənin fikrin adlı haldadır. Burada deməli, bir dəqiqə C-yə, bir dəqiqə bura Qarabağ torpağıdır. Burada torpağıdır. Torpağıdır sözündən, Qarabağdan yox, torpağıdır sözünü bütün qara hərflərlə veriblər. Bəli, burada Qarabağ yiyəlik haldadır. Amma torpağıdır sözünü məndən istədiyinə görə, orada torpağıdır I mənsubiyyətdir və heç bir hal şəkilçisi olmadığına görə onu da adlı hala götürəcəyik. Sadəcə orada mən bayaqki cümlədə C variantını təhlil edəndə Qarabağ sözünü götürmüşdüm. Sadəcə sonra baxdım ki, xeyr, torpağıdır sözünü bizə tünd qara şriftlərlə veriblər. Ona görə də 1-ə EC olacaq, 2-yə AD, 3-ə də B. Aha, qeyri-müəyyən miqdar sayını işləndiyi cümləni müəyyən eləyin. 8-cilər sıra saydı. A getdi. Birisi bu suala cavab verməli oldu. Birisi burada əvəzlikdir, qeyri-müəyyən əvəzlikdir. Dayananların çoxu. Bax, budur. Bəli, götürəcəyik. 40 gün müəyyən miqdar saydı. Bu gün xeyli danışdım. Burada zərfdə ümumiyyətlə say yoxdur. Növbəti izahlara qədər təklif və iradlarınızı bildirməyi unutmayın. Sağ olun.